Aşqada Azərbaycanla bağlı mühüm sənəd qəbul edilib. Avropa Şurası Parlament Assambleyasının 2026-cı il yay sessiyasının 3-cü günü 24-cü iyunda keçirilən plenar iclasda Azərbaycanda tənqidi səslərin susturulması adlı hesabat əsasında hazırlanmış layihə qətnaməsi müzakirə edilib və qəbul olunub. Bu sənəd Aşpanın Hüquqi Məsələlər və İnsan Hüquqları Komitəsi tərəfindən hazırlanıb. Sənədi sosialistlər, demokratlar və yaşıllar qrupundan olan Belçika nümayəndəsi Kristof Lakrua hazırlayıb. Bu sənəd Azərbaycanda sistemli şəkildə tənqidi səslərin, müstəqil jurnalistikanın, siyasi müxalifətin və vətəndaş cəmiyyətinin susturulmasını pisləyən geniş hesabat və ona əsaslanan qətnamədir. Sənəd ölkədə insan hüquqları sahəsində vəziyyətin pisləşməsini, azad söz və ifadə azadlığının boğulmasını ətraflı təhlil edir. Bildirilir ki, Azərbaycanda fəaliyyət göstərən müstəqil media orqanı qalmayıb. Media haqqında qanun, siyasi partiyalar haqqında qanun və qeyri-hökumət təşkilatları haqqında qanun kimi məhdudlaşdırıcı qanunvericilik tədbirləri vasitəsilə müstəqil jurnalistika, həqiqi siyasi müxalifət, vətəndaş fəallığı mühiti və ifadə azadlığı boğulur. Həmçinin qeyd edilir ki, siyasi motivli həbslər və təqiblər sistemli xarakter daşıyır. Jurnalistlər, blogerlər, müstəqil media əməkdaşları, demokratiya tərəfdarları, müxalifət nümayəndələri və insan hüquqları müdafiəçiləri həbsdə və ya ev tutulğunda saxlanılır. Konkret nümunə kimi insan hüquqları müdafiəçisi seçki monitorinq üzrə fəal Anar Məmmədlinin davam edən həbsi və təqibi xüsusi qeyd edilib. Qeyd edilir ki, Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsinin aparıcı qərarlarını icra etməməsi problemi davam edir, çoxsaylı işlər hələ də icra olunmayıb. Ölkədə sistemli şəkildə dissident səslərin susturulmasının artıq dərin kök saldığını və bunun Avropa Şurasının üzvü olan dövlət üçün yol verilməz olması da sadalananlar arasındadır. Qətnamədəki əsas çağırışlar bunlardır. Azərbaycan hakimiyyəti Avropa Şurasının statutuna, Avropa İnsan Hüquqları Konvensiyasına və digər beynəlxalq insan hüquqları sənədlərinə əməl etməlidir. Parlament nümayəndə heyətini Aşpaya təqdim etməmək qərarı öhdəliklərdən yayınmaq üçün bəhanə kimi istifadə edilməməlidir. Avropa Şurasının baş katibinə Azərbaycan hökumətindən Avropa İnsan Hüquqları Konvensiyasının daxili qanunvericilikdə necə təmin edildiyi barədə izahat tələb etmək səlahiyyəti verilir. Azərbaycan Milli Məclisinə Aşpa ilə dialoqu bərpa etmək tövsiyə olunur. Effektiv əməkdaşlıq Azərbaycanın öz maraqlarına uyğundur. Sənəd Azərbaycan hökuməti, Milli Məclis və Avropa Şurasının baş katibinə göndərilir. Bu sənəd Aşpa ilə Azərbaycan arasında uzun illər davam edən gərgin münasibətlərin fonunda qəbul edilir. 2024-cü ilin yanvarında Aşpa Azərbaycan nümayəndə heyətinin mandatını təsdiq etməyib. Əsas səbəblər arasında Qarabağla bağlı humanitar vəziyyət, siyasi məhbuslar və seçkilərlə bağlı narahatlıqlar göstərilir. Bundan sonra Azərbaycan Aşpa ilə əməkdaşlığı dayandırıb. 2026-cı ilin iyun sessiyasında da Azərbaycan nümayəndələri tam iştirak etməyib.